Salamlar. 2025-ci il Dubai may ayı səhra turuna yollanırıq. Mənim üçün də ilk təcrübədir. Hava 38-39 dərəcə istilik var, amma üzü axşama doğru getdiyi üçün düşünürəm ki, dərəcə aşağı düşəcək. Maraqlı səfər alınacaq, mənim üçün də ilk dəfədir. Videoya baxaraq siz də səhra ilə tanış ola bilərsiniz. Videoyu bəyənməyi unutmayın. Xoş izləmələr. Baxaq görək necə alınır. Maşın gəldi. Bu maşınla gedəcəyik. Bizim səhranı bu maşın gəzdirəcək. Bizim gəzdirən qardaş da bu yoldaşdır. Anar qardaşımız gedib bazarlıq eləyib. Görək necə olur. Xoş seyirlər. Gəldik, çatdıq. Bizim kimi çox qonaqlar gəlir və durmadan gəlirlər. Burada maraqlı bir yer var. Bu ərəb şalları almaq üçün müəyyən bir marketdir. İnsanlar gəlir buradan şallar alırlar. Və belə bir yerdir. Şüşələrin içərisində düzəldilmiş aksesuarlardır, suvenirlərdir. Kvadrotsikllar var. Ödəniş eləyərək götürüb sürə bilirsiniz. Hər millətdən var burada. Afrika ölkələrindən tutmuş, Asiya ölkələri, Avropadan, bütün qitələrdən insanlar var. Çox ölkələrdən insanlar var. Burada da qardaş şahin quşunu tutub əlinə. Wow! More photos? Anar qardaşımız da buradadır. Əli qaqaş.
digər yoldaşlar hamısı burada şəkil çəkməyə çalışırlar. Yəni istiliyi var, amma çox da pis deyil. Can. İndi gedirik başqa bir nöqtəyə. Orada görək bizi nə gözləyir. Ortasına. Ama maşın o kadar maşınla oyun çıxardırlar ki, yani çəkmək belə mümkün değildi. Tepeden düşeceğini de şahit. Yük getdiler. Bu turun qiyməti 40-50 dollar arasındadır. Və gün ərzində bir 4 saat, 5 saat davam edir. Belki de 50'den çox maşın hal-hazırda burada drift eləməkdədir. Səhrada olmaq fərqli bir hissdir. Gel de buraya, hele, просто babele. Hey, babele. Öğrenin. Ha, gel. Sabit gel. Şimdi gedirik kampa. Gəldik belə bir yerə çıxdıq səhranın mərkəzində. Bura kemping deyirlər. Desert Sport. Dəvə var burada. Dəvəyə minmək olur. Şəkil çəkdirmək olur. Sonra burada gün ərzində yemək olur. Yəni bundan sonra yemək olur, sonra danslar falanlar olur. Bunların milli dansları, sonra nə bilim fərqli danslar olur. Elə bir ki, bir restoran yaradıblar da. Səhranın mərkəzində restoran. Yeməklər pişir orada. Süperdi. Süperdi.
gün ərzində baş verənlərlə bağlı sizi məlumatlandıracağam. Gedək dəvəni çəkək. Çox maraqlıdır. Ümumiyyətlə, uzun illərdir bu ticarətlə məşğul olurlar. İnsanlar Dubaya gələndə səhra turizmi satırlar və mərhələ bəs birinci aparırlar, nə bilim, orada hansısa bir kvadrosikl sürürsən, sonra maşınlarla drift eləyirlər, sonra gətirirlər belə bir kampa, restorana. Burada da axşama qədər əyləncə olur, yemək olur, sonra isə təzədən otelə və yaxud şəhərə qaytarırlar. Maraqlıdır. Dostumuz dəvəyə minib. Alınsa biz də minəcəyik. Gün batmaq üzrədir. Əladır. Hər kəs məncə bir dəfə həyatında bu təcrübəni yaşamalıdır. Başqa qonaqlar da artıq gəlməyə başlayır. İndi mən də yoxlayacağım. Karima, you want to go on so? Hả? You want to go all? Anh bơ anh. Q. Okay. Please. Yeah. Okay, look here. Brother, it is dangerous. Next Karima, time Ya you go. I will. बाहर Hadi bari. दादी का है जाना बाहर Abi bir ay Bunu ay. oturacağım hadi. Bu birinden korkuram. Tam tu basap tu. to go check Bir bak sen. Çox fərqli bir təcrübə idi. Mən də mindim, amma çəkə bilmədim. Gözəl. Aslan çekmeyi sen lütfen. Dəvəyə də mindik. Əla. Tuan. Okay, Sarah, lo. Burada pulsuz Ərəb çayı verirlər. Brother, what's name it? Arabic kava, black kava, coffee. Black kava. Black kahva. Ərəb qəhvəsidir. Bunu pulsuz verirlər. İndi burada yemək süfrəsinə dəvət ediblər bizi. Like 750, 720. Then after Deyilənə görə dəvə ətindən nəsə verirlər burada. Yemək verirlər. Görək. Burada da şahin var. Qaqaş aparır şahini, hə? Your mobile. Sunset picture there. Təcrübəmi bölüşəcəm sizlə. Bu elə bir çayla qəhvənin qarışığıdır. Həm qəhvə isi var, həm də çay. Elə dediyim kimi, qəhvə ilə çayın qarışığıdır. Ərəb qəhvəsi deyirlər buna. Ne oldu burada? 1, 2, 3. Where is 2? 1, 2, 3.
Sizinle günün en sonuncu videosunu paylaşıram. Restorandan. Yəni səhranın ortasında restorandan. Bunlar buna kemp deyirlər. İnsanlar istirahət eləyir, qəlyan çəkirlər. Digər yoldaşlar orada oturublar, yemək yeyirlər. Hər tərəfdən də buxur isi gəlir. Buxur isi, müşk isi. Ümid edirəm video maraqlı oldu. Videonu sona qədər izlədinizsə, videonu bəyənməyi, paylaşmağı, yorum yazmağı unutmayın. Kanalda biraz canlanma olsun. Bu insanlar ise burada istirahət edirlər. Arkada yeməklər var. Və istənilən qədər götürə bilirsən yeməklərdən. Belə dostlar, sabahları yenidən Azərbaycana qayıdıram. Dubai səfərindən 3-cü videomuzu da beləsinə yekunlaşdırdıq. Birinci videomuz oldu. Dubai oldu. İkinci videomuz Marina Dubai oldu. Üçüncü videomuz ise səhra turu oldu. Hər birinizə təşəkkür edirəm izlədiyinizə görə.